17 noyabrda Azərbaycanda dirçəliş günüdür və bilirsiniz ki, bu tarixi hadisə hər zaman, hər il qeyd olunur. Azərbaycanın dirçəlişi, Azərbaycanın bir Qarabağ məsələsi ilə bağlı, ümumiyyətlə Azərbaycanın yenidən doğulması ilə bağlı önəmli bir tarixdir və elə yeri gəlmişkən bugünkü studiyamızın qonağının da məncə bu hadisələrlə bağlı da, həm də gündəmlə bağlı da deyəcəkləri var. Çünki həm hadisələrin iştirakçısıdır, bu tarixi yazanlardandır və eyni zamanda da bu tarixi gələcək nəsillərə çatdırmaq baxımından bizim düşünürəm ki, qonağımızın deyəcəklərinə ehtiyacımız var. Bu Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəz Quliyev ilə danışacağıq. Fərəz bəy studiyamızdadır. Dediyim kimi Azərbaycanda dirçəliş günüdür və biz bunu indi Fərəz bəylə bu söhbətimizdən başlayaq, sonra digər mövzulara keçid edərik. Fərəz bəy, xoş gördük. Xoş gördük bəy. Təbrik edirəm sizi də bütün Azərbaycanlılardan. Sağ olun. Mən də sizi təbrik edirəm və istifadə edib bu imkandan Azərbaycan xalqını təbrik edirəm. Bu çox mühüm bir gündür. Biraz da partiyamızın adında dirçəliş sözünün olması da mənim üçün biraz avantajdır. Tam yerinə düşüb. Özüm də talimə düşdük, o illərdə iştirak elədim, meydanlarda olduq və azdan çoxdan qatqımız var məsələlərə. Əlbəttə. Və partiyamızın emblemindəki yumruq da indi də biraz yumruq dəbdədir, doğru, amma biz 2005-ci ildən bu emblemi qoymuşuq yumruq. Bu dinc dövrdə inkişaf dirçəlişdir. Savaş olanda isə düşmənə qarşı olan müqavimətdir, gücdür, milli güc deməkdir, birlik simvoludur bu. Bəli. Və torpaqdan qalxan, vətəndən qalxan bir yumruq simvolu bizdə göstərilir. Bəzən milli dirçəliş gününü və buna oxşar günləri küçümsəməyə çalışanlar tapılır. Amma olur. Mən hesab edirəm ki, bu möhtəşəm bir gündür. İstiqlaliyyəti aparan və sonuçda Azərbaycanın müstəqillik aktının imzalanmasına gətirən təməllərdən birisidir. Və hətta bu dirçəliş gününün özü də ki 17 noyabrdan başladı 88-ci ildən. Bunun özü də uzun illər millətimizin şərəfli mübarizəsinin artıq legal formaya keçmə günüydü. Yəni ona qədər də mübarizə gedirdi. Son 200 ildə Azərbaycan bölünəndən sonra heç yerdə müqavimət dayanmadı. Güney Azərbaycanda da müqavimət oldu, inqilablar oldu. Səttərxan, Pişəvəri, Xiyabani dönəmlərində, sonra 79-cu ildə Şəriət Mədarinin başçılığında olmuşdu inqilab. Yazdılar Xameyni'nin adına. Və Quzey Azərbaycanda heç vaxt müqavimət dayanmadı. 20-ci ildə, 18-ci ildə dövlət qurdu. 20-ci ildə işğal olunandan sonra Azərbaycan yenə qaçaqçılıq hərəkatı oldu 37-ci illərin sonlarına qədər. İkinci Dünya Savaşında Azərbaycan legionerləri savaşda Ruslara qarşı çox əzəmətli mübarizə apardı. Rəsulzadənin başçılığı ilə mühacirət hakimiyyəti oldu. Elçi bəyin başçılığı ilə mübarizə başladıldı və legal dövr 88-ci ildə başladı. O vaxt meydan hərəkatı başlayanda artıq deyək ki, bir günlük şüarlarla meydana çıxılmışdı. Baş verən hadisələrə adekvat şüarlar qoyulmuşdu. Əsasən 5 tələb qoyulmuşdu o zaman. Tələblərdən birisi buydu ki, Ağdamda tətbiq olunan komenda saatı götürülsün. İkinci, Dağlıq Qarabağda olan strukturlar buraxılsın və bütün idarəetmə Azərbaycanın müstəqil şəkildə özünün ixtiyarına keçsin. Üçüncü tələb gərək ki, buydu ki, o vaxt SSR Ali Sovetində 63 Azərbaycanlı deputat var idi. Onlardan tələb olunurdu ki, noyabr ayında orada sessiya var idi Moskvada. Oradan əlboş qayıtmaq olsa, geri qayıtmasınlar. Orada Azərbaycan məsələlərini qaldırsınlar və Topxana meşəsindən canlı yayımlar başlasın. Görürsünüz, biraz çox bəsit görünə bilər. Amma artıq meydan hərəkatı başlayanda ilk olaraqdan Azərbaycan Sovet Sosialist Respublikasının bayrağı ilə meydana çıxanlar 2 gün sonra ayın 19-da artıq bu üçtərki bayrağımızı o meydanda qaldırdılar və şüarlar da dəyişdi. Artıq azadlıq, suverenlik, müstəqillik məsələləri ordu yaradılmasından bağlı. Yəni bu onu göstərdi ki, bu təsadüfən meydana çıxmaq deyildi. Uzun illərin hazırlığından sonra meydana çıxış idi və Milli Azadlıq Hərəkatının lideri, ulu öndərimiz Əlfəz Elçi bəyin rəhbərliyində hərəkat başlamışdı. Sonra da bu təşkilatlanma dönəminə keçdi. İyun ayında 89-cu ildə AXC təsis olundu və möhtəşəm bir hərəkat başlandı. Yenə deyirəm, sonuç olaraqdan artıq biz gəlib müstəqil aktını qəbul etdik. O günlərdə ki, ayın 17-sindən dekabrın 5-nə qədər meydanda qaldı insanlarımız. Belə idi ki, məsələ, əgər bu tələblər həyata keçirilməsə meydana tək etməyəcək. Amma ruslar o zamanları bir neçə yerdə azğınlıq elədilər. Biz bəzən Rusların azğınlığını 20 yanvarla bağlayırıq. Həm 5 dekabr, 4 dekabr daha doğrusu axşam orada meydanda azğınlıq eləmişdilər. Bəli. Həm də ona qədər Gəncədə artıq cəmaata qarşı silah işlədilmişdi. Ölənlər var idi. 160-a qədər yaralımız var idi. Bəlkə bunu cəmaatın çox bilmir. Naxçıvanda
yenə toqquşmalar oldu. Mən o toqquşmalarda birbaşa iştirak edən adamlardan birisi olmuşam o dönəmdə. O BTR-lər, BMP-lər çıxartdılar. O vaxt yarısı gərək Hüseyn İbrahimov çıxdı BTR-in üstünə, onda rusları vurdular ayağından falan belə hadisələr. Yəni mən bir söhbəti çox belə yaymaq istəmirəm. Bu günlər müstəqilliyi aparan yolda çox mühüm addım idi və ilin xalqı elan olunmağımız da o mübarizənin nəticəsi idi ki, artıq Azərbaycan xalqı 89-cu ilin əvvəlində ilin dünyada olan xalqlarda ilin xalqı elan olundu, mübarizə xalqı elan olundu. Biz həmişə qələbələrimizi biləyimizin gücünə, dərin dövlət ağlımıza qazanmışıq. İstəyir bütün tarix boyu istəyir bu son qələbəmiz olsun. Bizə onu heç kim verməyibdi. O zaman da Milli İttifaq Hərəkatı başlayanda da bizə onu heç kim verməyib. Biz nəticələri əldə eləmiş xalqıq və mən bir də xalqımızı təbrik edirəm. Doğrudur və bu gün də şükür ki, biz həm ərazi bütövlüyümüzü bərpa eləmişik, həm suverenliyimizi tam bərpa eləmişik. İndi bizi qarşımıza duran hədəflər əslində daxili bir inkişafımızı təmin edə bilməkdir. Daxildəki problemlər kifayət qədər də onları yoluna qoya bilməkdir. İndi bu barədə də danışılır və deyilir. Son vaxtlar müəyyən dəyişikliklər də edildi. Necə bilirsiniz, bu dəyişikliklərin bir köklü bir təsiri varmı Fərəc bəy? Yəni icra hakimlərinin yerləri dəyişir. Naxçıvanda prezidentin səlahiyyətli nümayəndəsi dəyişdi. Mən bura gələndə bir düşündüm, sizdən keçən söhbətimizi yadımıza saldı. Biz bu haqda danışmışdıq. Bəli. Mövzu olmasa da ki, çox ciddi islahatlara ehtiyac vardı. Cəzalanmalıdır bir çox icra başçıları falan kimi bir söhbətimiz olmuşdu biz. Bəli. İndinin özünü o vaxt da mən bildirmişdim, indi də bildirirəm. Bu məsələ biraz kampaniya xarakteri daşımalı deyil. Yəni bu ciddi şəkildə köklü islahatlara bağlanmalıdır. Bilirsiniz, niyə köklü islahatlar deyirəm? Çünki bir vəziyyət belədir ki, ciddi struktur riskləri vardı. Çox ciddi struktur riskləri var. O biri nədən ibarətdir? Məsələn, biri rəqabətsiz bazar hökmranlığı var Azərbaycanda, ölkədə. Monopoliya ortada at oynadır və bu həm ölkədə büdcə yayınmalarına gətirib çıxarır, həm bazarda bahalığa gətirir, həm də əyalətlərdə inkişafın qarşısını alır. Çünki monopolistlər çoxlu istehsalda maraqlı deyirlər. Bir həddə qədər istehsalda maraqlıdırlar ki, rəqabət olmasın. Yəni başqaları istehsal edə bilməsin. Baha malı ölkəmizə sata bilsin. Və təsəvvür edirəm, ətlə bağlı məsələdə Azərbaycan xaricdə xeyli dərəcədə artıq ət almağa başlayıbdır, məhkum olubdur artıq və ətin də qiyməti ortadadır, məlumdur. Amma Azərbaycan aqrar sənaye ölkəsidir. Biz ixrac haqqında, ətin ixracı haqqında düşünə bilərik. Və bir ürək aradan məsələdə çəkim ki, hətta Ermənistan belə heyvandarlıq məhsullarını satır və 44 günlük müharibəyə qədərki dönəmdə də uzun müddət Gürcüstan üzərindən Azərbaycan da hətta heyvan satıbdır. Yəni bu artıq təsdiq olunmuş bir məsələdir. Yəni belə bir məsələdə biz indi ermənilərlə niyə müqayisə edib məsələləri? Bizdən potensialı qətiyyən uyğun olmayan bir ölkədir də. Və indi şükürlər olsun ki, Azərbaycan əraziləri işğaldan azad olunubdur və orada bir vaxtlar Azərbaycan kənd təsərrüfatı məhsullarının əksər hissəsini o 20% ərazi verib. Gərək ki 60% hissəsini ora veribdir. Bilirsiniz, indi orada məskunlaşma və orada aqrar sahədə inkişafla bağlı olaraq da normal reseptlər ortaya qoyulmuyor. Bu etiraf olunmalıdır və bəzi adamlar, monopolistlər yenə orada da at oynadılar, böyük sahələri götürübdülər. Özlərinin firmalarına və s. qurmaqla məşğuldular. İnsanlara orta və kiçik sahibkarlığın inkişafından imkan vermirlər. Bu çox zərərli bir şeydir. Doğrudur. Bunun qarşısı alınmalıdır. Məsələn, bazarın doymasında deyilən bir termin var. Əgər bazarın doymasında monopolistlərin rolu çox olacaqdırsa, nə əyalətdə inkişaf olacaqdır, Əlbəttə. nə də ucuzluq olacaqdır. Bu mütləq şəkildə nəzərə alınmalıdır. İkinci məsələ, mən o idarə etmədə risklər məsələsini ki deyirəm. Bəli. İkinci məsələ siyasi məsələdir və deyək ki, biraz, məsələn, üstünlük verirlər bəzi siyasi baxışlara. Konkret olaraq deyək ki, bugün Yeni Azərbaycan Partiyası iş başındadır və birisi siyasətdə bu hegemonluq eləməyə çalışırsa, mütləq bu partiyanın üzvü olaraq müxtəlif sahələrdə məsələlərə nüfuz eləyir və sonra açanda bəzi məsələlər, tutaq icra başçıların həbsi olsun, bəzi məmurların həbsi olsun falan, o təşkilatın yuxarı instansiyasında siyasi imtiyazdan yararlanıb korrupsiya qurşanma məsələləri görünür. Azərbaycanda siyasi mənsubiyyətlə görə heç kimə fərq qoyulmamalıdır. Düşüncəsi, bacarığı və əməllər görə insanlar işlədilməlidir. Bütün sahələrdə bu yanaşma bu cür, yəni peşəkarlığı ilə bağlı olmalıdır. Zaten heç bir partiyanın iş başına gələrsə, ən güclü partiya o, fərqi yoxdur onun. Sən iş başına gələndə bir çox kateqoriyalı insanlar var ki, onları dəyişə bilməzsən. Niyə dəyişə bilməzsən? Məsələn, sən Fövqəladə Hallar Nazirliyinin işçilərini dəyişəcəksən mi? Xeyr, bunlar qeyri-siyasi qurumdular və bunlar
əməkdaşlardılar. Bəli. İstəsən belə dəyişdir, o qədər sənin kadrın yoxdur. Təbii dövlət qulu. Ordu zabitləri dəyişəcəksən, xeyr. Daşyanlarda xeyr. MTN dəyişəcək, xeyr. Gömrükdə dəyişəcəksən, xeyr. Vericədə, yəni və adın çəkdiyim və çəkmədiyim qurumlarda gerçəkdən qeyri-siyasi bir mühit yaradılmalıdır. Onlar siyasətə qarışmamalıdırlar və yalnız hakimiyyətə gələndə də siyasi alimdə yuxarıda dəyişiklik eləməlidirlər və iş rejimi dəyişməlidir, mühit dəyişməlidir, sistem isə oturuşmalıdır. Bax, bu risklər çox iki dənə riskidir, bu mühümdür. İkinci, islahatlar korporativ maraqların həyata keçməsi üçün şirma, pərdə olmamalıdır. Məsələn, bəzən parlamentə bəzi qurumlar bir müxtəlif yollardan elə qanuna gətirməyə çalışırlar ki, orada o qurumların korporativ maraqları həyata keçməsi üçün bir yol açılsın. Bunun qarşısı alınmalıdır. Ölkədə islahatlar ciddi şəkildə xarakter almalıdır, ciddi xarakter almalıdır və bu islahatlar aparılanda, cəza sistemi tətbiq olunanda fərq qoyulmalı deyil. Məsələn, Naxçıvanda bir ara Vasif Talıbovun dönəmindən sonraki araşdırmalar başladı. Oranın Gömrük Komitəsinin sədri ya maliyyə naziri açıq şəkildə deyir ki, biz ayda 3 milyon dollar civarında Vasif Talıbova pul verildik və hamısını dəftərləşdirib, dəftərxana qruplar. Bu korrupsiya üçün dəftərxanaları var bunların. Hamısı sənədli, sübutlu, xüsusi möhürlərlə. Sənəd qoyur ortaya adam. Amma bu günə qədər Vasif Talıbovdan soruşan yoxdur ki, çağırıb şahid ifadəsi alan belə yoxdur. Bu cür yanaşma olmaz. Hətta adamın İraqda, İranda belə ortaq neft ayırma zavodları haqqında söhbət gedir. 3 milyard dollara qədər vəsait yatırdıbdır. Mən bunları nə adına danışıram? Mən biraz xarakterim uyğun deyil ki, işdən çıxan adamın falan arxasında danışım, amma siz ki, sual verirsiniz, əgər biz bunu istəyiriksə, doğrudan dövlətin imicinə xələl gəlməməsi lazımdırsa, bu məsələlərə gerçək bir addımlar atılmalıdır. Bizim, məsəl üçün, ləyaqətlə çalışan, qanın ortaya qoyan, başın ortaya qoyan qurumlarımız var. Hərbi ordumuz vardı, Milli Təhlükəsizlik Xidmətimiz vardı, dürüst işləyən açıq xidmətimiz vardı. Prezident müxtəlif sahələrdə çalışır və göstəriş verir. O göstərişləri əgər hər kəsi aldadaraq yenə də öz başına, öz istədiyi kimi idarə edəcəkdirlərsə, dövlətin imicinə ağır zərbə dəyəcəkdir və açığı son qələbədən sonra əldə olmuş dividendlər ucuza xərclənəcəkdir. Ki, mən hesab edirəm, son vaxtlar 50 illik, 100 illik qazanmış dividendləri o məmurların ucbatından Azərbaycan dövləti ucuna xərclədi. Yəni, Azərbaycan xalqı əgər bu çatışmamazlığı görəcəksə ki, monopolistlər at oynadır, o kiçik padişahlar, o yerlərdə icra başçıları, hansı bir ağ şalvar, bir göy köynəklə gəlibdir, altından milyardlar çıxır və yaxud da nazirlər olsun, yaxud da komitə sədrləri olsun, dövlətə inanlar azala bilər. Yəni, dövlət babadır. Amma dövlət də babalığını, ağayanalığını saxlamalıdır və o məmurlar da dəyişilməlidir. O məmurlar dəyişilməz, əvəz olunmaz deyirlər. Onları əvəz edə biləcək minlərlə kadrlar vardır. Təkcə mən sizin bu redaksiyadan bir 15-20 dənə nazir tapa bilərəm, qoyaram və yaxşı işləyər. Başqa yerlərdə söhbət buradan getmir. Mən ümumiyyətlə söz gəlişi dedim bunu. Yəni, bu qədər kadr potensialı olan, gəncliyi olan bir dövlətin belə yaramaz adamların əlində iş verib, sonra onları da birazdan sonra tutdun, atdın oraya, atdın, birazdan buraxırsan, yenə öz işindədir. Feodallar nazirində bir dənə polkovnik tutmuşdular, əxlaqsızlıqla bağlı. Bu gün mən baxıram media ki, bu gün azadda buraxıldı. Bir başqa gecə başda tutulur, 5 gündən sonra gedir orada istirahət edir, gəlir gedir, millətləri dağıdır. Keçən dəfə demişdim, yenə deyirəm. Büdcə müzakirələrində korrupsiyadan mənimsənilmiş və qaytarılmış vəsaitlərin haqqında bənd olmalıdır. Nə qədər vəsait qaytarılıb büdcəyə? Mən bunu parlamentdə dəfələrlə qaldırmışam, bu gün də o məsələ öz əksini tapmır orada. Əmlakın bəyanı ilə bağlı heç bir icra başçısı, heç bir nazir, heç bir komitə sədri əmlak bəyannaməsini vermir. Prezidentdə də sərəncam var. Deyəsən 20 ildə onu saya salan yoxdur sərəncamı, qaldı qıraqda. Yəni əmlak bəyannaməsi olan adam nə ilə gəldi, nə ilə getdi məlum olar da. Bu da yoxdur. Yəni əgər biz islahatlardan danışırıqsa, gerçək islahatlar lazımdır. Və biz məsələn islahatlar, mən baxdım, siz indi bir toxunub keçdiniz Ermənistanda Eçməcindəki yerli bələdiyyə, yerli özlü rəhbəri seçilməsilə bağlı toxunub keçdiniz ona. Məsələn, ölkədə yerli idarə etməni biz keçən dəfə danışdıq. Mütləq şəkildə o cür eləmək lazımdır. Bələdiyyələr icra hakimiyyətlərinin, strukturların səlahiyyətini onlara vermək lazımdır. Yoxsa bunu çıxartdın, o bitsin qoydun, sistem dəyişilməlidir, sistem xəstədir. Bu xəstə sistem dəyişməsə, bayaq mən dedim, o qədər risklər var ki, o riskləri önləmək mümkün deyil. Sistemdə dəyişmək üçün seçkili orqana verəndə həm onda
iştirakçılığı təmin edirsən, həm də ictimai nəzarəti təşkil edirsən və orada da rəqabət gedir. İnsanlar kim daha ağıllıdırsa gəlir, kim daha çox yaxşı iş görə biləcək, o gələcəkdir. Biz bir vaxt hesablamışdıq, Azərbaycan rayonunun 90% öz-özünü idarə etmə imkanlarına malikdir, amma büdcədən vəsait ayrılır. Niyə? Çünki yerli icra hakimiyyəti o qədər axtarışda olmaqdan maraqlı deyil. Büdcədən pulunu alır, birazını basıb yeyir, birazını xərcləyir, yoxsa xərcləmir. Bələdiyyə olanda o məcburdur ki, daxili resurslardan istifadə eləsin. Prezident son vaxtlar icra başçılarının təyinində də bir fikir dedi. İşçilik bağlamaq məsələsinə toxundu. Ki, yerlərdə işsizlik məsələsi həll olunmalıdır. Cəmaət burada süni urbanizasiya gedir. Bakı dolubdur. Bakıda tərpənmək mümkün deyil. Əgər əyalətlərdə yer olarsa, orada insanlara biraz deyək ki, şərait yaradılarsa, biraz məsələn kommunal xərclərlə bağlı onlara güzəştdə olunarsa, faizsiz kreditlər verilərsə, onların təsərrüfat yaratmaqda şərait yaradılarsa, imkan verilərsə falan, cəmaət əyalətlərə gedəndə Bakıda bir nəfəs ala bilər. Urbanizasiya aradan qalxar, süni urbanizasiya. Əyalətlərdə bolluq olar, bizim də bazarda ucuzluq olar. Yəni, bu məsələlər bir-birinə bağlıdır və bu yenə gəlir bağlanır sistemə. İcra hakimiyyəti ləğv olunur, bələdiyyələr seçki ilə olur. Üstəlik də onda siyasi politika da inkişaf edir. Kimin ağıllı davranışı varsa, proqramı varsa yarışır. İndi partiyalar bərbad gündədirlər, maliyyələri yoxdur, bir şeyləri yoxdur, qalıblar ortada, rayon şöbələri heç birinin qərargahı yoxdur falan, fəaliyyət göstər, güya ki. Nə cür fəaliyyət göstərməlidir bu təşkilatlar? Bu təşkilatların gerçək fəaliyyəti olması üçün və düşüncə davası eləmək üçün meydan verməlisən ona. Bəli. Əgər sən düşüncə davası eləmə imkan vermirsənsə, insanlar etirazlarını gedir radikal qanatlı İslamçıların, dinçilərin, nə bilim, başqa xarici dövlətlərin burada kəşfiyyat yuvaları tapıldı da, onların şüarlarına inanırlar, onlardan pul alırlar, falan ellər və etirazlar yaradırlar. Bizim etirazlarımız, düşüncə etirazlarımız olmalıdır, masa ətrafında müzakirə olunmalıdır. Bunun üçün də o dediyim islahatlar aparılmalıdır. Ona görə, Emil bəy, bilirsiniz, bu bizim ağırlı yerimizdir. Bəli. Mən yaşımın başımın vaxtında şəxsi hakimiyyət iddiamdan çıxış eləmirəm ki. Mənə hakimiyyəti ən gənc yaşlarımda, 28 yaşımda Heydər Əliyev mənim Naxçıvanda baş nazir vəzifəsi təşkil etmək imtina eləmişəm. Elçi bəy mənə 3 dənə nazir postu təşkil edib imtina eləmişəm. 3 güc nazirini birləşdirib dövlət nazir postu təşkil edib imtina eləmişəm. Mən yalnız seçkili orqanda parlamentdə olmuşam. İndi bəzən AXC haqqında danışanda, dönəmində danışanda məni belə bir hallandırırlar AXC-nin adından falan ki, belə. Mən də o hakimiyyətdə olan nazirləri də görürəm, səsləri çıxmır, təşkilatımızı müdafiə edirəm. Mən Azərbaycan Xalq Cəbhəsi partiyasını söhbət edirəm. Azərbaycan Xalq Hərəkatını Azərbaycanın dünyaya ərsə gətirdiyi ən şərəfli övlad sayıram və Azərbaycan taleyində ən mühüm rol oynayan bir dənə təşkilat sayıram. Fəxr edirəm ki, 89-cu il iyun ayında o təşkilatı təsis edən 63 nəfərdən birisiyəm. Bugünkü AXC-də bir nəfər də təsisçilər də yoxdur. Bugün korporativ maraqlarla çıxış eləməklə deyil ki, o Davud Dalaş, millətə sat, get, Milli Şuraya Rusiyada. Mən Rusiyaya qarşı döyüşmüşəm. Xalq Cəbhəsi Rusiyaya qarşı döyüşür, İrana qarşı döyüşür. Sən gelsən Rusiyada Volodinin, hər dəfə də bu adı çəkəndə Azərbaycanda Ruspərəstlərin xoşuna gəlmir ki, onun adını çəkmir. İş başında da axı. Volodinin iştirakının cərrahi üstündə sən Milli Şuraya nazirində qarşı. Bu Xalq Cəbhəsi partiyasının, o Xalq Cəbhəsi hərəkatı fərqli məsələlərdirlər. İndi sözümün nədən ibarətdir? Ölkədə gerçək şəkildə bu məsələlərə ürəyi yanan, bu dövləti qurmağında azdan sonra xidmət olan bir adam kimi mən çox narahatam ki, mənim şəxsən özümün ya partiyamın hakimiyyət olmaması bir şey dəyişməz. Bizim zehniyyət iş başına gəlsin. Zaten şükürlər olsun Allah ki, bizim ortaya qoyduğumuz zehniyyət, elə mənim partiyamda Qərb Azərbaycan departamenti, Türklük departamenti olubdur, Güney Azərbaycan departamenti vardı və s. Mən 98 ildə yeni dünya üzərində TDT formulaşdırdım. Onlar bugün hakimiyyətdədir o fikirlər. Bəli. Əslində insanın hakimiyyətə fikir gəlməlidir. Özün orada olub olması maraqlı deyil. Bu gün də mən məmurlara deyirəm ki, mənim hakimiyyətdə olub olmağım maraqlı deyil. Amma bu dövləti oynatmaq olmaz. Bu dövləti biz ona görə qurmamışıq ki, bir qrup julik, bir qrup nadan istədiyi kimi hərəkət eləsin, bu millət küçələrdə qalsın. Bu qədər potensial olan bir cəmaatın. Üstəlik gözləntisi var idi cəmiyyətin. Xeyli gözləntisi var. Hətta artıq prezident dilə gəlir. Onlara deyir ki, kişilər, ağ eləmişsiniz siz. Bölgələrdə iş yerləri yaradın da, adama nətər deyirlər. Yaradın da bunları. Sən hər şeyə əl qoyursan, monopol. Bir adam bir iş adamı gəlir, bir iş düzəldir, gəl əl qoyursan ki, 50% mən şəhriyəm bura. Niyə? Hardan gəl? Sən kimsən? Rəqabət yox, doğru dürüst məhkəmə sistemi. İndi düzdür. Son zamanlar ali məhkəmə səhəri dəyişikdən sonra biraz dəyişikliklər var, amma ümumiyyətlə məhkəmə sistemində elə ciddi islahatlar getməlidir ki, insanlar girib mübahisələndirməyə bir yer tapsınlar və ədalətli bir qərar oradan çıxara bilsinlər.
Bu gün ən kiçik belə mülki problemi də məhkəmədə həll etmək artıq çətin olub. Yəni hakimlərin olmaz ki budur yəni. Çox pis. Siz təsəvvür edin ki, mən də biraz dediyim gilə kimi çıxmasın. Mən bir neçə il əvvəl sosial şəbəkələrdə bir ifadə işlətmişlər. Elə bir yoxlama üçün. Mən məhkəməyə müraciət edirəm. Güya ki adamda bir sayt rəhbəridir. Güya bunu tapamırlar. Mənə mətbuatlar ki, adamın ünvanını tapa bilmir. Ya gündəki müsabiqə bunlardan. Nədir? Prezident aparatında bir dənə şöbə müdiri oturub da bura daydaylıq eləyir. Bu da onu müdafiə eləmək missiyası üzərinə götürdür, jülikliklə məşğuldur adam. Yəni bilirsiniz, bu cür belə ölkə idarə eləməzlər. Bu balaca ölkədir, İstanbulun yarısı qədər ölkədir. Bir aya bu ölkəni əl-ayağını yığışdırmaq olar, normal vəziyyət yaratmaq olar. Cəmaatımız onu göstərdi. 44 gün müharibədə. Məsələ odur. Şəhidlər də onu göstərdi, qazilər də onu göstərdi. Onları doğan analar, əkən atalar da, millətimiz də onu göstərdi. Adamlar baxırdı küçə boyunda, maşın gedir, dayanmır. Əlində nə ərzağı varsa, evində sonuncu ərzağı da atır maşın içərisinə. Bu xalqdan savaşdan sonra danışmaq üçün demək lazım idi ki, elə bəlkə cənab prezident özü də, hələ indi də gec deyil. Məsələn, çıxıb danışa bilərdi ki, indiyə qədər nə olubsa olubdur, hamını amnistiya edirik. O məmuru da falandı, hər şeydir. Kim kənarda da pulunuzu da yığmamısınız. Gətirin qoyun ölkəyə. Bir milli barış, bir sıfırdan başlanan bir həyat. Şəhidlər öz canını verməyiblər. Sən də malı gətir qoy ortaya. Normal, legal şəkildə biznesi də qur da. Mən qurmayacağam, sən də, mən də. Zaten bu işi bilmirik, bacarmırıq. Bu işi bacarınır da işləsinlər də. Yəni, o qədər o milli müharibədən sonra ki, siz də ki, təsdiq edirsiniz ki, mühit yaramır. Xalqımızı ki, tanıdıq bir daha. Bəli. Bu xalqın belə yaşamağa haqqı yoxdur. Bu xalq fərqli yaşamalıdır. Və potensialımız var bizim. Yaxşı, bu neft pullarından bağlı olaraq da. İndi birini tutur atdılar qırağa, addan belə elə. Addan nədir? Addan baxsan 48 kilogram çəkisi yoxdur. Bu hamısını o yedi, bu nətər oldu bu yedi. Bu deməli bir bandadır da yığılıbdır. Bu da bunun bir təmsilçisidir. Bu işlə məşğuldurlar. Ya başqa icra başçıları olsunlar, ya falan olsunlar. Bilirsən, Norveç də neft çıxarır da. Bəli. Onların büdcədən başqa əlavə neft büdcəsi var. Əlavə büdcə var. Ki o büdcə ölkənin büdcəsindən böyükdür. Qardaşım bizim bu qədər indi son vaxtla baxdı deyirlər ki, qeyri-neft sektorunda irəliləm var. Qeyri-neft sektorunda irəliləmə zət yoxdur. Neft sektorunda geriləmə var sadəcə olaraq. O irəliləmə kimi görsənir. İstehsal yoxdur. Azalıbdır istehsal. Doğrudur. Xarici ticarətdə saldo danışırlar. Müsbətdir. Nəyə müsbətdir? Satdığın xam maldır da sən, nefti, qazı falandır. O da bu gələn ilin büdcəsi 65 biznesmendən orta sahibkarlığın, biznesin demək xarici ticarət dövriyyəsində yeri 1%-dən çox deyil. Belə olmaz yəni. Dövlət sahibkarı ilə güclüdür. Yəni ümumiyyətlə insanların yükü çoxdur. İnsanların bir çox yüklərdən azad olunması lazımdır. İnsanların hər tərəfli yüklər. Məhkəmə deyirik. İnsanlar doğrudan da məhkəməyə heç inanmır. Məsələn, asan xidmətə gedəndə çox rahat gedirsən ki, mən 2 saatı oradan o sənədimi alacağam. Amma məhkəməyə heç bir insan ümidlə inanmır getmir ki, mənim işimi həll edəcəklər və tam doğrudur. Niyə belə olmalıdır ki? Niyə insanlar məhkəməyə soruşam. Ən radikal müxalifətdən belə asan xidmətin ünvanına bir tənqidi bir fikir eşidibsiniz indiyə qədər. Deməli işləsən tərifləyəcəklər də səni. Bəli. İşlə də. Məsələ odur. Ya elə icra başçısı var ki, mən baxdım ki, Azərbaycanda ən uzun illər işləyən icra başçısı var. Xocavəndin icra başçısı yazıblar. Elçibəy təyin edildi 93-cü ildə. Bu gün də işləyir. Niyə adamlar kimsə onun haqqında tənqidi bir fikir söyləmir? İşləyir adam, normal. 36 ildir, 35 ildir. Yəni, bilirsiniz, kimsə desə ki, işləyən adama, doğru, dürüst olana bir mənfi bir şey deyirlər. Mən inanmıram buna. Elə universitetlər var, məsələn, normal təhsil verir, rüşvət yoxdur, yığışdırılıbdır falan. Kim ora bir söz deyir? Heç kim. Eləsə var ki, bazardır, deyəcəklər də bunu. Ona görə həyatın bütün sahələrdə insanları bu qədər yormaq olmaz. İnsanlar üçün hər şey əlçatan olmalıdır. İnsanlar dövləti evə hesab eləməlidir. İnsanlar bu evin içərisində bütün maddi maraqlarını təmin etməlidir. Övladların xoşbəxtliyini, gələcəyini qurmağı bacarmalıdır. Milli dirçəliş günüdür. İnsanlar inqilab edibdi, formasiyanı dəyişibdi, imperiyanı döyüşdü, qan dökübdü, şəhidlər verməyibdi ki, İndi belə o proseslərdə iştirak eləməyənlər ki, bu günləri küçümsəməyə çalışırlar o prosesləri. O adamlardılar ki, ya proseslərdə iştirak eləməyibdilər ən yaxşı halda və yaxud da Rus imperiyasına nökərçilik edilir o anda. Onlar bugünkü günləri gözdən sağırlar, başlayırlar danışmağa. Yəni biz burada siyasi məsələləri, demokratiya məsələlərini də deyil ha, Fərəc bəy. Ən adi məsələləri danışırıq. Yəni cəmaətin, xalqın həllini gözlədiyi problemləri. Məsələn, yarım milyon ev var, sənədsizdir. Nə çətin bir şeydir buna çıxarış vermək. Bu problem deyilən şeylərin 95% zaten həmən həll olunması mümkün məsələlərdir. Mümkün olan şeylərdir. Yubadırlar, yəni, incidirlər. 500 min ən azı ev deməli çıxarışı yoxdur.
illərdir fərman var, prezidentin fərmanı var, icra olunmur. Doğru. Həllini. Fərəc Quliyevin adına həmin evdə işıq pulu gəlir, su pulu gəlir, qaz pulu gəlirsə, bunun adına çıxarışı vermək nə çətin bir şeydir. Bu həm də büdcəyə hamı yaxınlaşacaq, həmin o asan xidmətə reyestrdən çıxarış almaq üçün yenə də rüsum ödəyəcək və bu milyardlarla vəsaitin dövlətin büdcəsinə evin tikib də adam da qoy yaşasın. Baxın indi bunu nə edirlər? 20 ildir deyək ki, 25 il yaşayır orada. Adamlar nə deyir? Nostalji yaşadılar adamlara ki, Sovet dövründə Sovet hökuməti adamlara ev verirdi. İnsanlar sən mənim evimi qeyddən keçirmirsən. Bilərəkdən nostalji yaşadılar ki, sonra da İmişlidə gəlib qırmızı bayraq qaldırırlar. Sonra Rusiyada belə oyunlar qurur başımızın üzərində. Gündə bir oyun çıxarır. İndi söhbətin müqəddiməsində toxundunuz. Mən də çox diqqətlə qulaq asırdım. Bizim diplomatik korpusun vurulması Ukraynada, təyyarə qəzası. Bunlar iki dənə ciddi məsələdir. Diplomatik savaşımıza, diplomatik duruşumuza zərbə bəyənməməyin üçündür, vurulubdur. Təyyarə indi hələ bugün qutu açılıbdır dünən deyəsən. O həftə sonu məlum olacaq, amma böyük ehtimalla Rusiyanın hər hansı formada burada əli göstərəcəkdir. O da bizim hərbi yönümüzü, yəni biz güclüyük, hansısa da güclənirsə, Ruslar oranı vurmağa çalışırlar. Bu tərəfdən də indi ermənilərlə o Zəngəzur dəhlizindən bağlı ermənilər yenə də Ruslar yenə bir hoqqa çıxmağa çalışacaqlar. Çünki Rus başlıları danışdırmağa başlayıblar orada ki, biz gəlsək nə bilim müqavilə olmayacaqdı, bu sülh müqaviləsi qaldı falan belə şeylər danışırlar. Sözümün nədən ibarətdir? Qardaşım, belə bir vəziyyətdə bu qədər ki baskılar vardı bizə, hər tərəfdən ki üstümüzə gəlirlər, belə anda bizim özümüz bir tutarqa verməli deyilik başqalarına düşmənlərə. Heç olmasa özümüzdən asılı onları eləməliyik. Cəmaatı daxildə toparlamalıyıq. Bizi kənardan bir şey elə bilməzlər, bizə daxildən zərbə vura bilərlər. Bu millət zehniyyətcə, düşüncəcə birləşsə, bu millət görsə ki, bunun əmlak normal bölünür, ədalət vardı ölkədə, bərabərlik vardı. O başqa şeydir ki, məsələn, mən də döyüşçü olmuşam, bizimlə Allah şəhidlərimizə rəhmət eləsin. Döyüşəndə biri siləsini o birisinin qabağına verdi, gülle ona dəysin, yoldaşına dəyməsin. Bu ölkədə imkanlar olmasa, əhalilərə hamı kasıbdır, nazir də kasıb yaşayır, məndə yoxumuz da dövlət belə vəziyyətdədir, qurarıq. Bir də var ki, baxır ki, neft pullarından buna bir qəpikdə çatmayıbdır, adlanırsa milyardlarını tapıb qutara bilmirlər, sahib qutara bilmirlər. Belə şey olmaz. Yəni, bunu görmürlər, niyə? Bu bir günə baş verib bu hadisə. Hara baxır bu? Bu dövlətin vergisindən pul alan xidmətlə sahələri vardır. İstəyir hesablama palatası olsun, vergi nazirliyi olsun, hüquq mühafizə orqanları olsun, prezident aparatında olan şöbələr olsun, nazirlər kabinetində olanlar olsun. Hara baxır? O bu dövlətdən büdcəsindən pul alırsan sən və bu insanlardan vergisini hesabına maaş alırsan, yaşayırsan sən. Niyə baxmırsan ki, dövlətin cibinə giribdilər? Sonra da dururlar, başlayırlar, büdcə boşalıbdır, nə edirlər? Kasıbların cibinə girməklə büdcə doldururlar. İşıq pulu qaldırırsan, tarifə baxırsan falan. Ayıbdır. Pribaltikada deməli, ictimai nəqliyyatda pulsuzdur bu məsələ. Tələbələri soyursan. Sumqayıtdan gəlib bu tələbə oxuya bilmir axı. Mən özüm tibb üstü oxuyanda həm də 3-cü kursdan sonra Boru-Pakas zavodunda feçer işləmişəm. Mən o yol gedib gəlmişəm. Təbii də tələbəlik dövründə hər işləyir. Bilirəm mən o ab-havanı bilirəm. Bəli. Bu tələbələrə yataqxana ver, təqaüd ver bu tələbələrə. Bunlara vəsait ayır, bunlar əməlli başlı oxusunlar. İnsan yetişdirsən, bir dənə insan yetişdirsən, yaxşı bir dənə alim yetişdirsən, o bir ölkənin verəcəyə qədər sən büdcəyə pul verə bilər. Ayşə, bu qədər olmaz. Sən hər dəfə büdcəndə pul azdır, girirsən cəmaatın cibinə. Ayıbdır yəni, belə idarə eləmək olmaz. Doğrudur. Fəz və biz kifayət qədər bu mövzulardan danışıb və xeyli də tənqidlərimizi saatlarla səsləndirə bilərik və buna da haqqımız çatır. Amma istəyirəm bir qədər də regional mövzulara keçid edək. Az əvvəl özünüz dediniz, yəni bizim səfirliyə olan hücum bizim əslində o diplomatik duruşumuza olan hücum idi. İlk hücum deyildi bu. Kiyevdəki səfirliyə əvvəl də hücum olub. Hətta Xarici İşlər Nazirliyinin Rus səfirə təqdim etdiyi notada bütün faktlar sadalanır. Xarkovdakı fəxri konsulluğumuza olan hücum, Odessadakı hərbi deməli enerji obyektimizə olan hücum və Azərbaycan Xarici İşlər Nazirliyi sonda bir cümlə ilə bunu qeyd edir ki, artıq bu bizdə elə bir təəssürat və suallar yaradır ki, sanki bütün bunlar məqsədli şəkildə həyata keçirilir. Eləcə də indi Azərbaycandan hərbi paraddan sonra Türkiyəyə uçan Gürcüstan ərazisində Türkiyə təyyarəsinin qəzaya uğraması, o da müəmma olaraq hələ ki qalmaqdadır. Necə bilirsiniz, doğrudanmı Rusiya Azərbaycan deməli Ukraynadakı Azərbaycana aid məntəqələri qəsdən və məqsədli şəkildə hədəf alır və burada məqsədi nədir? Yəni niyə hədəf alır? Bəli, qəsdən vurur və əvvəl siz dediyiniz kimi bizim oradakı
deməli neft Sokarın deyəsən yerlərində onların vurulması. Bundan əvvəl bizim təyyarəyə qarşı vurulması ki, Putin də gəldi Orta Asiyada yenə də yalan palan nağıl danışmağa başladı. Nə biz drona raket atırdıq, getdi parçalandı, dəydi ondan, nə bilim. Biz dediyim Maçqaraya yenmədi. Yalan danışırdı o, yalan danışırdı. Bizim təyyarə məhz vurubdular onlar və bizim təyyarələr yenməyə yer axtarıb verməyiblər onu da. Onun o tərəfi yoxdur. Bəli. Ukraynada bizim əvvəl neft bazamızı vurdular. Sonra diplomatik korpusumuzu vurdular. O raketlərin səhv vurma ehtimalları hesablanır da. Məsəl üçün neçə 100 metr, neçə falan səhv vura bilər hesablanır. O atanda bilirlər hara atırlar. Bəli. Sən necə, sən bilmirsən bu da. Hətta Xarici İşlər Nazirliyi deyir ki, biz 2022-ci ilin aprelində, yəni müharibədən 2 ay sonra Rusiya Müdafiə Nazirliyinə bütün koordinatları vermişik. Yəni bizim səfirliyimiz hansı küçədə yerləşir, hansı yəni siz bunu bilirsiniz. Rəqət atmırsınız ki, hara. Təbii. Bilərəkdən vurubdular. Məqsəd nədir? Məqsəd ona bayaq biraz ötəri toxundu. Məqsəd Azərbaycanı öz orbitlərində saxlamaq. Məqsəd Azərbaycanın ordusu ki, prezident deyir ki, Azərbaycan ordusu NATO standartlarına artıq formalaşdırılıbdır. Bu bizim məqsədimizdir və nail olmuşuq. Və biz ortaq orduda yaradırıq Türkiyənin bir yerdə, Türk dünyasıyla birlikdə. Və bunun da qabağını heç kim ala bilməz. Bunu istəmirlər onlar. Ona görə də necə olur bizdən uçan Türkiyə təyyarəsi gedir Gürcülər arasında güya Qəzziyə uğrayır. Mən hesab edirəm ki, bu çox məmmalı məsələdir və hesab edirəm ki, bunun altından da yenə Rusiyanın barmağı çıxacaqdır. Və bizim o təyyarə məsələsində son vaxtlar biraz yumşalmağımız deyək ki, ya əvvəl o Sokarın ərazisini vuranda lazımı səviyyədə cavab verməməyiniz ona gətirib çıxar ki, bunlar bu addımları atırlar. Və çox bunlara pis təsir. Prezident dəfə deyib ki, Ukrayna öz müstəqilliyindən, ərazi bütövlüyündən vazgeçməməlidir, savaşmalıdır. Bu nə desin? Dil işğaldan barışmıyor. Bütün sivil dünyada hər bir kəs istəyir prezident olsun, sıravi adam olsun. Hər bir dövlətin müstəqilliyinə, ərazi bütövlüyünə sayğıyla yanaşmalıdır. Türkiyədə, Azərbaycan da dəfələrlə bildiribdir ki, biz Ukrayna ərazi bütövlüyünü tanıyırıq. Krım da Ukraynanın ərazisidir və burada sülh istəyirik, amma ədalətli şərtlərlə beynəlxalq konvensiyalara uyğun olaraq. Bu da buna ümumiləşdirilmiş bir frazası, ifadəsi də deyil, diyor. Bunlar xoşuna gəlmir. Sən xoşuna gəlməyən şeylə görə başlanırsa indi. Oradan Ermənistana qarşı. Dəfələrlə biz bu keçdə də sən danışdıq. Ermənilərin boynuna Putin minnət qoymurdu. Biz sizə Qarabağı verirdik, üstünə 2 rayon verirdik. Sizin rəhbərlər getdilər Azərbaycanın, buranı Azərbaycan ərazisi kimi tanıdılar. Elə bil dədəsinin malını verirsən, kimsə verirsən Sankt-Peterburgu ver, Moskvanı ver. Sən kimsə mənim ərazimi verəsən. Yəni bunlar hələ o ab-havadadılar ki, yox, bu ərazi bizimdir. Ən yaxşı halda bizim olmasa belə bizim orbitimizdən çıxmalı deyirlər. Bu ölkənin siyasətini bunlar müəyyənləşdirməlidir. Olmayacaq. Ona görə bunlar təzyiq üsullarda və mən sizə Emil bəy inandıram. Tamaşaçılarımızı qorxuzmaq yox. Bizim cəmaət zaten qorxan deyil, amma ayıq olsunlar deyə deyirəm. Əgər Ukraynada 0,1% bu ehtimal Rusiya qalib gələrsə, birmənalı şəkildə ilk hədəflərindən birisi Azərbaycan olacaqdır. Artıq bunun əlamətləri görünür. Birmənalı şəkildə, bəli, əlamətləri göstərir. Üstəlik, sonda da indi bizim bu 5 Orta Asiya dövləti plus Azərbaycan ki, orada Orta Asiya dövlət başçılarının məşvərət şurasına həqiqi üzvü oldu. Bu yaxınlaşma da artıq Heartland deyilən, dünyanın ürəyi deyilən bölgə, yəni Azərbaycanda bölgə və Orta Asiyanın da birləşməsi və burada bu qızıl körpü olan Azərbaycan ki, bunlar ki, birləşdirir. Rusiyanın əlindən çox şeylər çıxır və çox narahatlar. İndi Amerikanın dövlət katibi müavini Ermənistandadır, gəlib Trump yolundan bağlı, Zəngəzurla bağlı danışıqlara və burada gələcəkdir. Bütün bunların fonunda bunlar Azərbaycanı təzyiq eləyirlər. İndi hələ bunun başı Ukraynada qarışıqdır. Başlarını oynatırlar Ukraynada bunların. İndi belə yalan palanı çıxırmaq, salmaqlarına baxma. Doğrudur. İndi onlar orada əgər başı qarışıq olmasaydı, inandıram mən sizi, bəlkə də çoxdan Qafqazlara girmişdi, Ermənistana girmişdi, Gürcüstana girmişdi. Bəli. Orta Asiyada, Qazaxstanda bir arada əlini atdı, sonra ağzından vurdular, qaytardılar. Bunlar Pribaltika, nə bilim, o ölkələrə meydan oxuyur. Ona görə bu gün Ukrayna savaşı, Ukraynadakı savaş bəşəriyyətin azadlığı uğrunda savaşdır. Biz də dəstəyimizi verməliyik onlara ki, humanitar səviyyədə dəstəyimizi veririk. Ukrayna prezidenti də ölkə prezidentimizə özünün təşəkkürünü bildirdi, Azərbaycan xalqına təşəkkürünü bildirdi. Uşaqlar Rusiyanın xoşuna gəlmir, həm humanitar dəstəyi, həm Ukraynanın ərazi bütövlüyünü tam dəstəkləmək. Buna nə lazımdır? Hamı olsun Belarus. Bəli, hamı olsun bunun yanında. Bəli. Yəni bir dənə biraz da Macarıstanın Orban müdafiə edir, o da artıq eləmir. Orban dünənləri bir fikirdir ki, Putin çox zəifdir, Rusiya da çox zəifdir, vəziyyətdə pisdir, o NATO ölkələrinin iddiası da boş məsələlərdir. Pakrovski ala bilməlidir. Ayıbdır, siz bayaq söhbətinizin müqəddiməsi edir. Pakrovski alsa nə olacaq ki? Nə olsun, təbii. Neçə 100 min adam itirib orada.
Doğru. Neçə 100 min adam itirib də. Bu ağıllı bir dövlət bir nəfər itirmədən, necə ki İraqda mən onu təqdir eləmirəm, İraqın Amerika tərəfindən tutulmasını. İraq tutulanda Amerika əsgərləri ölüm sayısı neçə idi? Nisbətdə götürəndə 0-dan %1 də deyildi. Bəli. Sən ət maşınına vermirsən, bütün milləti qırıb çıxarmırsan orada. SSR-in özü Əfqanistanda 9000 əsgər itirdi 10 ildə. Hər gün 900 min civarında əsgərin gedir. Deyir ki, buradan geri çəkildi. Ağıllı çəkilir də. Neynirəm, o dağıtdığın küçədir, su yox, işıq yox, bir şey yox, heç şey yoxdur. Mən əsgərimi qoyum orada vurasan sən onu. Çəkir arxaya, sənə vurur, de gəl bura, gəl mən sənə vurum burada. Və hər gündə yeni bir şey çıxır. Rusiyanın daha da dərinliklərə vururlar. İndi bayaq siz dediniz, Fransanın elə belə şeydir o, 100 qırıcının alınması, xırda şey sayırsınız siz onu. Ya indi artıq raketləri modifikasiya elədi, Tomahawk raketlərinin modernizasiyasinə gətirdi, öz raketlərini, flamingoları. Hər gün də Rusiyanın dərinliklərindəki strateji obyektlər, hər gün bütün logistik imkanları məhv edildi. Saratovdakı zavod dayandı. Novorossiyskdəki zavod sıradan çıxarıldı. Yəni biabırçı vəziyyətdədir. Ayıbdır yəni sadəcə olaraq. Vallahi mən həmişə bu neçə illər əvvəli mif yaratmışdılar özləri. Rusiyanın bu ruslar heç kimlə bunların döyüşündə görmüşdük də onlar məsələn Kəlbəcərdə bir döyüş hadisəsi olub onların görmüşəm. Bir güllə atanda bütün minametları yaratıb qaçan ordudur da bu ordu. Bədbəxt gündədirlər onlar. Hardan tutub gətirirlər onların hamısını yığıblar ora. Düzdür, etdikləri də əsasən qırdılar türklər orada. Amma heç birinin hazırlığı yox, bir şey yox. Zorla müqavilə ediblər. İndi başqa bir qanun qəbul etdilər ki, kimsə bura gələndə, ölkə gələndə mütləq ordu ilə müqavilə bağlamalıdır. Sonra oturum iznini ala bilər. Yəni orduda xidmət eləməyə zordan artıq miqrantları, gələnləri ora cəlb eləməyə bağlı. Yəni belə bərbad gündə olan bir ölkə. Günüz vəziyyəti saldı. Biz çox təəssüflər olsun ki, Azərbaycanda hələ də onların nostalji yaşatmağa çalışan SSR nostalji, Rus qardaşlığı haqqında düşünürlər. Başa düşmürlər ki, Azərbaycanın son 200 ildə başına gələn bütün fəlakətlərin banisi, müəllifi Rusiyadır. Və bu Rusiya zəifləməsə, Rusiya ağlı başına gəlməsə, çökdürülməsə, qulağı kəsilməsə, Azərbaycanda daxil olmuş xüsusən postsovet məkanına və bütün dünya bəşəriyyətə zərər verəcək bir dişlərini qıcımış kimi vəziyyətdə görünür artıq Rusiya. Təbii. Sadəcə o gücü və bu halda belə bizə qarşı son vaxt elədiklərinə baxırsan bunların. Bəli. Təyyarəni vur, səfirliyi vur. Və yanacaq yerimizi sonra da bizi strateji müttəfiq adlandır. Hə, sən nətərsən bizim strateji müttəfiq? Sən müharibədən 2 gün qabaq fevralın 22-sində bizlə kəşfiyyatı qurursan, sənin burada lokallaşdırdılar bir ara bunları bu yerlərini. Bəli. Mədəniyyət mərkəzləri falan, hamısı kəşfiyyat yuvası çıxdı orada, hamısı kəşfiyyat yuvası çıxdı. Bütün mediana baxanda mətbuata baxırsan. Hamısı Azərbaycan əleyhinə yazırlar. Özbaşına yazırlar. Putinin direktivi olmasa onlar onu yaza bilərlər. Qətiyyən yaza bilməzlər. Hamısı göstərişlər bunlar hamısı. Ona görə bəlkə çox da uyğun olmayan bir təklif olacaqdır. Rus məktəbləri məsələsinə bir daha baxmaq lazımdır. Azərbaycanda 300 Rus məktəbi olmaz. Rusiyada 3 milyon adam yaşayır. Bir dənə Azərbaycan məktəbi yoxdur. Bazar günü məktəbləri var. Burada da bazar günü məktəbi ola bilər. Və yaxud da ruslar istəyirlərsə özəl məktəb yarada bilər. Dövlət büdcəmi, mənim dövlət büdcəmlə, mənim pulumla, mənim vergimlə mən burada rus kafalı adam yetişdirib, zombi yetişdirib mənə qarşı qoymaq tərəfdarı deyiləm. Bu baxılmalıdır məsələ. Rusiyanın artıq Azərbaycanda düzdür, bunu elan olunmur. Hər dövlətin özünün Milli Təhlükəsizlik Xidməti gətirib hazırlayıb, proqram hazırlayıb, qoyub prezidentin qabağına. Dost dövlətlərim, düşmən dövlətlərim, neytral dövlətlər, onlara qarşı münasibətlər təklif ki, bunu eləyirəm. Artıq əgər Rusiyanı mən bilmirəm harda, hansı çərçivədə saxlayıblar, düşmən dövlət siyasətində salıb, ona uyğunda fəaliyyət proqramı dövlətim qurmalıdır. Yəni qaradan artıq rəng yoxdur. Hər gün bir iş görürlər bunlar. Mənim prezidentim Rusiya səmasında olanda bizim təyyarə vuruldu. Doğru mu? Bizim təyyarə vurulanda Azərbaycan prezidenti Rusiya səmasında qayıtdı gəldi. Və hələ məndə olan məlumata görə onun da GPS sistemi deyirlər, nə deyirlər, ona da problem yaradıblar. O təyyarəçinin xüsusi bacarığı ilə oradan geri dönmə məsələləri imkanları olubdur. Mənim prezidentim sənin səmandadır. Sən Azərbaycandan qalxan istənilən quş belə olsun, təhlükəsini təmin eləməsin. Çünki bir dövlətin başçısı sənin ölkəyə daxil olub artıq. Səma tamamilə aydın olmalıdır bunun üçün. Sən burada xalça güya ki, əvvəl keçirmirsən. Mənim təyyarəmi vurursan oradan. Sonra desən yalandan ki, Astraxana indirmək istədim, yenmədə falan. Bu dövlət bizə qarşı düşməndir. İslah olunmazdılar, yəni sanki islah olunmaz. Bunun proqramı var da. Bu istəyir ki, Azərbaycan bunun əyaləti olsun. Bəli. Quberniyası olsun. Elə görürlər. O düşüncə dəyişir. Bu dövlət 70 ildir, bu Rus dövləti biz də daxil olmaqla bütün o nökər elədiyi o xalqları, istila elədiyi əraziləri sorubdur, milyardları toplayıbdır, qızıl almaz fondlarını yaradıbdır. İndi də bizə qarşı işlədir bunlar.
İndi də gözünü çəkmək istəmir. Azərbaycan da çox maraqlı, geopolitik həm coğrafi, həm siyasi ciddi məkandır. Yeraltı, yerüstü sərvətlərlə ciddi imkanlar olan bir yerdir. Orta Asiyanın artıq bu nadir elementlərinin dünyadakı səviyyəsi artır. Hamı üstündə savaş aparır. Amerikanlar da aparırlar, Çin də aparır, başqalar da aparır, Avropada. Belə vəziyyətdə istəyir ki, Azərbaycan bu qızıl köprünü yenə də ram eləsin, ələ keçirsin. Təbii ki, müqavimətimiz çox güclü olmalıdır. Mən bir də ona qayıdıram ki, bəlkə təkrarsı olacaqdır. Azərbaycanda daxili siyasətə çox ciddi şəkildə baxılmalıdır. Azərbaycan daxildən güclü olub dayanmasa, bizim boşluqlarımızı tapıb xaricdən bizə təsir edə bilər. Doğrudur, doğrudur. Fəz bəy, çox təşəkkür edirəm sizə. Minnətdaram. Çox yaxşı təhlil və maraqlı bir söhbət alandı.